26 noyabr tarixində, yəni həftənin 3-cü günündə göy üzündə Venera ilə Satürn arasında müsbət 120 dərəcəli üçgən açı aktiv olduğu üçün bu gün keçmiş sevgilinizdən xəbər ala bilərsiniz. Flört münasibətiniz ciddi sevgi münasibətinə çevrilə bilər. Eyni zamanda mövcud sevgi münasibətinizdə ciddiyyət arta bilər. Sevdiyiniz insanla gələcəyiniz haqqında ünsiyyət qura bilərsiniz. Bugün duyğularınız dərinləşə bilər və bir insan sizə qarşı olan niyyətini bugün çox açıq və net bir şəkildə ifadə edə bilər. Uzun müddətli iş fürsətləri qarşınıza gələ bilər, dəyərləndirməyə çalışın. Yeni iş fürsətləri ilə qarşılaşa bilərsiniz. Eyni zamanda mövcud iş ortaqlıqlarınızda sağlam addımlar ata bilərsiniz və gecikmiş maliyyə ödənişləri həll oluna bilər. Ailənizdə maliyyə dəstəkləri ala bilərsiniz və ya bugün ailənizə maliyyə dəstəkləri siz özünüz göstərə bilərsiniz və evinizlə əlaqəli bir neçə vacib qərarlar da bugün ala bilərsiniz. Başqa bir evə köçmək, evin içində dekorasiya dəyişikliyi etmək və başqa bir evdə yaşamaq kimi mövzular bugün sizin gündəminizdə yer ala bilər.